Salam əziz dinləyicilər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz Birinci Dünya Müharibəsidir. Birinci Dünya Müharibəsi ilə bağlı əsas məqamları, əsas yadda saxlamalı olduğumuz hissəni sizlərlə bölüşəcəm. Gəlin keçək mövzu izahına. Birinci Dünya Müharibəsi 1914-1918-ci illəri əhatə edir. Gəlin baxaq Dünya Müharibəsinin başlama səbəblərinə. İlk öncə deyirik ki, 20-ci əsrin əvvəlində bir-birinə zidd olan iki dənə ittifaq var idi. Üçlər İttifaqı və Antanta. Üçlər İttifaqı və Antantanın məqsədləri demək olar ki, oxşardı. Yəni, hər ikisi yeni ərazilər ələ keçirmək, yeni satış bazarları, yeni müstəmləkələr ələ keçirmək istəyirdi. Gəlin bunların hər birinin ayrı-ayrılıqda məqsədlərinə diqqət yetirək. Üçlər İttifaqının tərkibində olan Almaniya, demək olar ki, Üçlər İttifaqının başçısı deyək, olan Almaniyanın məqsədi nədir? Məqsədi Böyük Britaniya, Fransa və Rusiyanı zəiflətmək istəyir və yeni ərazilər ələ keçirmək istəyir. Üçlər İttifaqının tərkibində olan əsas dövlətlərdən biri Avstriya Macarıstanın əsas məqsədləri yeni ərazi ələ keçirmək və Balkan yarımadasında daha da möhkəmlənmək istəyirdi. Antantanın tərkib hissəsi olan Böyük Britaniya, Fransa və Rusiyanın məqsədlərinə diqqət yetirək. Burada Böyük Britaniyanın əsas məqsədlərindən biri nədir? Böyük Britaniyanın əsas məqsədlərindən biri ondan ibarət idi ki, o Almaniyanın zəifləməsini istəyir və yeni ərazilər, yeni müstəmləkələr ələ keçirmək istəyir. Fransanın əsas məqsədi nədir? Fransanın əsas məqsədi vaxtilə Almanlar tərəfindən ələ keçirilən Elzas və Lotaringiya vilayətlərini geri almaq istəyirdi. Gəlin tarixə diqqət yetirək. Fransa Elzas və Lotaringiya vilayətlərini nə vaxt itirdi? 1870-1871-ci illərdə Fransa ilə Almaniya arasında müharibə baş veribdi. Hansı ki, yadınızdadırsa, burada 1870-ci ildə Sedan fəlakəti baş vermiş və Fransa məğlub olaraq müharibədən çıxmışdı. 1871-ci ildə Frankfurt müqaviləsi və yaxud da Versal müqaviləsi ilə Fransa məğlub dövlət kimi Elzas və Lotaringiya vilayətlərini Almaniya dövlətinə verir. Və Almaniyada elə həmin ildə 1871-ci ildə imperiya elan edilmişdi. Və Fransanın məqsədi Elzas Lotaringiyanı geri almaq və yeni ərazilər ələ keçirmək idi. Rusiyanın məqsədi isə Balkan yarımadasında öz nüfuzunu daha da möhkəmləndirmək idi. Gəlin tarixə nəzər yetirək, əsas məqama diqqət yetirək. Gedək 1914-cü ilin iyun ayının 28-nə. 1914-cü ilin iyun ayının 28-də, gəlin bunu xəritə üzərində işarə eləyək, göstərək. Avstriya Macarıstan vələhdi Bosniya səfərinə çıxır. Yəni, Avstriya Macarıstan vələhdi nə deməkdir? Yəni, taxtacın gələcək varisi və yaxud da taxtacın gələcək sahibi deyək. Belə, taxtacın gələcək vələhdi Frans Ferdinand Bosniyada səfərdə olur. Bosniyada səfərdə olan zaman həmin vələhdi öldürürlər. Vələhdi öldürən kim idi? Vələhdi öldürən Serb millətçisi Gavrila Princip tərəfindən Avstriya Macarıstan vələhdi öldürülür. Ondan bir ay sonra iyul ayının 28-də artıq Birinci Dünya Müharibəsi demək olar ki, başlayır. Yəni, bu Frans Ferdinandın öldürülməsi Birinci Dünya Müharibəsi üçün bir bəhanə olur. Və bir ay sonra iyul ayının 28-də Avstriya Macarıstan Serbiya müharibə elan edir. Avstriya Macarıstan Serbiyanı müdafiə edəndə, yəni Üçlər İttifaqı başlayır, elə deyilmi müharibəni? Və bu Serbiyanı Rusiya dövləti arxasında dayanır. Yəni Rusiya Serbiyanı dəstəkləyir. Elə olan halda gördüyümüz Almaniyada Serbiyaya, o cümlədən Rusiyaya müharibə elan edir. Yəni, Avstriya Macarıstan Serbiya müharibə elan edibsə, o deməkdir ki, Almaniyada müharibə elan edibdir. Və Almaniya Serbiyanı müdafiə elədiyinə görə Rusiyaya da müharibə elan etmiş olur. Və beləliklə müharibə başlayır. Müharibə Avropada 3 cəbhədə gedir. Qərb cəbhəsi, Şərq cəbhəsində və Balkan cəbhəsində. Bir də var idi ayrıca Qafqaz cəbhəsi. Qafqaz cəbhəsində isə Rusiya və Osmanlı ordusu bir-biri ilə döyüşürdü.
Buna diqqət yetirdik. İndi gəlirik 1914-cü ilin hərbi əməliyyatına. 1914-cü ilin hərbi əməliyyatında biz görürük ki, Almaniyanın xüsusi planı var. Bu plan Schlieffen planıdır. Schlieffen planı ildırım sürətli müharibədir. Yəni ildırım sürətli müharibə üçün nəzərdə tutulan bir plandır. Burada nəzərdə tutulurdu ki, bir neçə həftə ərzində Fransa məğlub edilməlidir. Fransa məğlub etdikdən sonra Almaniya daxil olmalıdır Rusiyaya və Rusiyanı tez bir zamanda məğlub edib Rusiya ərazisini ələ keçirməlidir. Məqsəd bu idi. Bu ildırım sürətli müharibənin planını, bu planı həyata keçirmək üçün Almaniya ilk öncə hara girməli idi? Fransaya. Fransaya girmək üçün də Almaniya, baxın burada gördüyümüz bu Belçika ərazisini ələ keçirir. Almaniya Belçika ərazisini ələ keçirəndə burada Böyük Britaniya artıq müharibəyə daxil olur, məsələyə qarışır. Çünki İngiltərə Belçikanın bir tərəfliyini qorumaqla bağlı öhdəliyi var idi. Və elə məhz buna görə Almaniyanın Belçikaya daxil olmasına görə və yaxud da Belçikanı işğal etməsinə görə 1914-cü ilin avqustunda Belçikanı Almaniya işğal edəndə Böyük Britaniyada deməli Almaniyaya müharibə elan etdi və beləliklə Böyük Britaniyada müharibəyə daxil oldu. Buna baxmayaraq 1914-cü ilin sentyabr ayında Marna çayı sahilində İngilis-Fransız qoşunları ilə Almanlar arasında müharibə başlayır. Müharibədə Fransa həlledici məğlubiyyətdən xilas olur. İldırım sürətli müharibənin planı boşa çıxır. Schlieffen planı uğursuzluğa düçar olur və ildırım sürətli müharibə planı boşa çıxdı. Və Marna döyüşü ildırım sürətli müharibəni boşa çıxardır. Belə yadda saxlayaq. Və bundan sonra artıq Almaniya çevrilir Şərq cəbhəsində vuruşmağa. Şərq cəbhəsində kimlə vuruşacaqdır? Şərq cəbhəsində Rusiya ilə. Rusiya ilə 1914-cü ilin avqust ayında ilə həmin avqustda həm bunun Marna planı, daha sonra ildırım sürətli müharibəsi Marnada iflasa uğradı. İndi elə 1914-ün avqustunda yenə ruslarla vuruşur. Ruslarla Tannenburg döyüşü olur. Tannenburg döyüşündə Rus qoşunu məğlub oldu. 1914-cü ilin elə avqustunda da Yaponiya Antanta tərəfindən müharibəyə qoşulur. Yaponiyanın Antanta tərəfindən müharibəyə qoşulmasının əsas məqsədi o idi ki, Yaponiya istəyirdi ki, Almaniyanın Sakit Okeandakı müstəmləkələrini ələ keçirsin. Və əlbəttə ki, bu müharibəyə elə də böyük bir təsir göstərmədi. Gəlirik burada əsas məsələ Osmanlı İmperiyasına. Görək Osmanlı İmperiyası məqsədi nədir? Osmanlı İmperiyasının məqsədi yoxdur, elə bir məqsədi yox idi. Amma Antantanın Osmanlı ilə bağlı planı var idi. Antantanın planında Osmanlını bölüşdürmək idi. Amma 1-ci Dünya müharibəsi başlayanda Osmanlı dövləti bitərəf olaraq qalmışdı. Lakin Osmanlı bitərəf qalsa da, Osmanlı 2 Alman gəmisinə öz ərazisinə sığınacaq vermişdi. Həmin 2 Alman gəmisindən Rusiya tərəfə atəş açılır. Və beləliklə Rusiya 1914-cü ilin oktyabrında Osmanlıya müharibə elan edir. Və beləliklə Osmanlı dövləti istəməyərəkdən müharibəyə daxil olmuş olur. Müharibəyə daxil olacaqdı Osmanlı dövləti Üçlər İttifaqı tərəfindən. Deməli, Yaponiya gəldi Antanta tərəfindən. Osmanlı dövləti müharibəyə daxil olacaqdı Üçlər İttifaqı tərəfindən. Və indi gəlirik 1915-ci ilin hərbi əməliyyatlarına. Osmanlı ilə Rusiya arasında hərbi əməliyyatlardan biri Sarıqamış əməliyyatıdır. Sarıqamış əməliyyatı 1914-cü ilin dekabrı, 1915-ci ilin yanvarını əhatə edir. Sarıqamış əməliyyatında Osmanlı dövləti məğlub olub, Rusiya dövləti isə qalib gəlmişdi. Rusiya dövləti qalib gəlir. Bu döyüşdə, bu əməliyyatda Osmanlının məğlub olmasının səbəbi şaxtalı havanın olması idi. Bir də texniki təchizatın zəif olması idi. Yəni, zəruri təchizata malik olmadığına görə Osmanlı dövləti məğlub oldu. Və bundan sonra Sarıqamış əməliyyatından sonra ya da o hissəsini Azərbaycan tarixini danışarıq.
1915-ci ildə İngiltərə və Fransanın məqsədlərindən biri o idi ki, Rusiya dövlətinə silah-sursat göndərsin. Rusiya dövlətinə də silah-sursat göndərmək üçün gəlib keçməli idi Türkiyə ərazisindən, daha doğrusu Osmanlı ərazisindən. Osmanlı ərazisindən keçmək üçün də Çanaqqala boğazını ələ keçirmək istəyirdi. Çanaqqala boğazı ələ keçirilsəydi İstanbul işğal olunurdu və bununla da Osmanlı dövləti müharibədə təslim olmağa məcbur olacaqdı. 1915-ci ilin fevralında başlayan Çanaqqala döyüşünün nəticəsinə baxaq. Çanaqqala döyüşündə iştirak edir Osmanlı tərəfi və İngiltərə və Fransa. Və İngiltərə və Fransanın dominyonları da iştirak edir burada. İngiltərə və Fransanın dominyonları Avstraliya və Yeni Zelandiya müharibədə iştirak edir. Lakin buna baxmayaraq 1916-cı ildə Antanta məğlub olaraq Çanaqqala boğazında məğlub olur, Çanaqqala döyüşündə məğlub olur, geri çəkilir. Çanaqqala döyüşündə türklərə əsas qələbəni qazandıran Mustafa Kemal idi. Yəni Mustafa Kemal kimi türklər bir qəhrəman qazandılar, özlərinə deyə bilərik. 1915-ci ilin aprelində bir məqama diqqət yetirəcəyik. Biz deyirik ki, Üçlər İttifaqının tərkibində hansı dövlətlər var? Almaniya, Avstriya, Macarıstan və İtaliya. 1915-ci ilin aprelində, bir dəqiqə gəlin xərt üzərindən baxaq. Bu niyə belə çətindir? Bir dəqiqə. 1915-ci ilin aprelində İngiltərə, Fransa və Rusiya İtaliyaya müəyyən vədlər verərək, baxaq İtaliya ərazisinə, İtaliyaya müəyyən vədlər verərək onu öz tərəfinə çəkməyi bacardılar. Bəli. Və həmin dövlətlər İngiltərə, Fransa və Rusiya İtaliya ilə gizli müqavilə imzaladılar və İtaliya Antanta bloku tərəfinə keçdi. Deməli, gəlin baxaq, Antanta bloku tərəfində hansı dövlətlər var idi? Yaponiya Antanta tərəfindən vuruşdu və 1915-ci ildə İtaliya da Antanta tərəfə keçdi. Əla. İtaliyanın əvəzinə isə Almaniya müharibəyə daxil etdi Bolqarıstanı 1915-ci ilin sentyabrında. Ardınca da Osmanlı da Antanta tərəfindən bilirik də Osmanlı da Üçlər İttifaqı tərəfində idi və beləliklə Almaniya, Avstriya, Macarıstan, İtaliya getdi, İtaliyanın yerinə Bolqarıstan gəldi. Bolqarıstan və Osmanlı dövlətindən ibarət Dördlər İttifaqı yarandı. Bu Dördlər İttifaqına mərkəz dövlətlər də deyilirdi, çünki bunlar Avropanın mərkəzində yerləşdiyi üçün bu ittifaqı mərkəz dövlətləri də adlandırırdılar. 1915-ci ilin hərbi əməliyyatlarını biz qeyd elədik bayaq. Sarıqamış əməliyyatı, Çanaqqala döyüşünü qeyd elədik. Gəlin bir də onu da qeyd eləyək ki, 1915-ci ildə Almaniya müharibədə 2 yeni silahdan istifadə etmişdi. 2 yeni silah qərb cəbhəsində İngiltərəyə qarşı sualtı qayıqlardan istifadə edir və ingilislər bunun qarşısını almağı bacarırlar. Belçika ərazisində isə Almanlar Belçika ərazisində ingilislərə qarşı zərərli xlor qazından istifadə edirlər və gələcəkdə bu qaz maskaların yaranmasına səbəb olacaqdır. 1915-ci ilin hərbi əməliyyatları ilə bağlı bu qədər. Gəlin yenə baxaq əvvəldən. 1914-cü il iyun ayının 28-də 1-ci Dünya müharibəsinin başlaması üçün bəhanə oldu. Bəhanə bu da dedi ki, Avstriya Macarıstan vəliəhdinin öldürülməsi, Serb millətçi tərəfindən öldürülməsi bir bəhanə olur. İyul ayının 28-də Avstriya Macarıstan Serbiya müharibə elan edir və Serbiyanı bu zaman Rusiya müdafiə edir və belə olanda Almaniyada Rusiya müharibə elan etmişdi. 1914-cü ilin hərbi əməliyyatlarında Marna çayı sahilində ildırım sürətli müharibənin planı boşa çıxır, plan uğursuz olur. Tannenburg döyüşü baş verib Almanlarla Ruslar arasında. Almanlar qalib gəlib, Ruslar məğlub olub. 1914-cü ilin avqustunda Yaponiya müharibəyə daxil olub. Məqsəd də o idi ki, Almanların Sakit Okeandakı mülklərini ələ keçirmək və Yaponiya Antanta tərəfindən müharibəyə qoşulubdur. Osmanlı dövləti müharibəyə daxil olması 1914-cü ildə idi və
1914-cü ildədir, bəli, və 1915-ci ilin hərbi əməliyyatlarında, Sarıqamış əməliyyatında Osmanlı-Rus arasındadır. Rus burada qalib gəlir, Osmanlı məğlub olur. Çanaqqala boğazını ələ keçirmək planı hazırlanır. Müharibədə Osmanlı İngiltərə Fransaya qarşı vuruşur və İngiltərə Fransa ilə yanaşı onun müstəmləkələri, daha doğrusu dominyonları da iştirak edirdi. Dominyonlar Avstriya və Yeni Zelandiya idi. 1915-ci ildə İtaliya ilə gizli müqavilə imzalanır. İtaliya Antanta tərəfə keçir, Üçlər İttifaqından ayrılır. İtaliyanın yerinə Üçlər İttifaqı Almaniya və Avstriya, Macaristan, Bolqarıstanı gətirir. Osmanlı da üçlər tərəfində idi və beləliklə Dördlər İttifaqı yaranır. Dördlər İttifaqını mərkəz dövlətləri də adlandırırlar. Gəlirik indi 1916-cı ilin hərbi əməliyyatlarına. 1916-cı ilin hərbi əməliyyatlarında biz ərəb tayfalarına baxacağıq. İngilislər ərəb tayfalarına müstəqillik vəd edirlər. Deyirlər ki, tək Osmanlıya qarşı vuruşun və gələcəkdə biz müharibədə qalib gəlsək sizə müstəqillik verəcəyik, lakin vermirlər. O cümlədən burada ingilislər çalışırdılar ki, Yahudilərdən dəstək alsın və ABŞ-ın müharibəyə girməsini təmin etməyə çalışırdılar və bunun üçün də müəyyən işlər görürdülər. 1916-cı ilin İngiltərənin planlarına baxaq. İran körfəzinə böyük önəm verən ingilislər bura qoşun çıxarırlar. İraqı ələ keçirmək planı 1916-cı ildə iflasa uğrayır. Bağdadı ələ keçirmək üçün İngilis ordusu 1916-cı ildə Bağdad yaxınlığında Kütül-Amare döyüşü baş verir. Bu döyüşdə Osmanlı qoşunu tərəfindən mühasirəyə alınır və ingilislər burada təslim olurlar. 1916-cı ildə Kütül-Amare döyüşü. Verden qəsbxanası olacaqdı 1916. 1916-cı ilin fevralından başlayaraq Alman və fransızlar arasında 10 ay davam edən müharibə baş verir. Bu müharibə Verden döyüşü adlanır. Bu döyüş 10 ay davam etmişdi və bu müharibəni Verden qəsbxanası da adlandırırdılar. Ona görə Verden qəsbxanası adlanırdı ki, burada 1 milyona yaxın insan həyatını itirmişdi. Fransızlar 1 milyona yaxın canlı qüvvə itirirlər. Və sonda Alman ordusunun hücumunu dayandırmağı bacarır fransızlar. Deməli, Verden qəsbxanası 1916-cı ildədir. Verden döyüşü 10 aya yaxın davam edib. 1 milyona yaxın canlı qüvvə itiribdi fransızlar. Elə məhz buna görə də Verden qəsbxanası adlandırılır. 1916-cı ildə və fransızlar 1916-cı ildə Verden qəsbxanası və yaxud da Verden döyüşü nəticəsində Alman ordusunun hücumunu dayandıra bilir sonda. 1916-cı ildə Soma çayı sahilində döyüş baş verir və bu yay ayında baş verir. İngilislər ilk dəfə burada tanklardan istifadə edirlər. Və sonda yenə də görünən odur ki, İngilis və fransız qoşunları deməli Alman qoşunları üstün gəlməyi bacarırlar və deyir ki, Almaniya müdafiə keçməyə məcbur olur. 1916-cı ildə Birinci Dünya müharibəsinin dəniz döyüşü baş verir. Ən böyük dəniz döyüşü idi. Bu döyüş olur Almanlarla İngilislər arasında. Almanlarla İngilislər arasında baş verən bu döyüşdə Jutlandiya dəniz döyüşü adlanır. Heç bir tərəf üstünlük qazana bilmir. Buna baxdıq. Gəlin bir də baxaq. 1916-cı ilin hərbi əməliyyatlarında Kütül-Amare döyüşü ilk öncə ingilislər İraqı tuta bilmir. Sonra Bağdad yaxınlığında Kütül-Amare döyüşü baş verir. Burada ingilislər məğlub olur. Verden qəsbxanası, yəni Verden döyüşü 10 aya qədər davam etmişdi. Lakin bu döyüşlər 1916-cı ilin fevralında başlayır. Lakin bu döyüşdə elə bir önəmli bir nəticə əldə olunmasa da fransızlar Alman ordusunun hücumunu dayandıra bilir. 1916-cı ildə Soma döyüşüdür. Soma çayı sahilində baş verən döyüşdə ilk dəfə ingilislər tanklardan istifadə edirlər və Almanların qarşısını almağı bacarırlar. 1916-cı ildə Jutlandiya dəniz döyüşü baş verir. Jutlandiya dəniz döyüşündə də heç bir tərəfdən İngilis nə Alman qalib gələ bilmir. 1916-cı ilin avqustunu yazmamışam. Avqustunda
Rumıniya Antanta tərəfindən müharibəyə qoşulur. Lakin ilin sonunda Avstriya-Alman qoşunlarına məğlub olaraq geri müharibədən artıq yavaş-yavaş biz görürük ki, sonraki mərhələdə çıxacaqdır. Yəni elə bir uğurlu bir nəticə olmur Rumıniyanın Antanta tərəfindən müharibəyə qoşulmasına. Yenə gəlin baxaq Antanta tərəfindən müharibəyə qoşulan dövlətlər. Böyük Britaniya, Fransa, Böyük Britaniya Antantanın tərkibində Böyük Britaniya, Fransa və Rusiya var. Qoşulub müharibəyə birinci Yaponiya 1914-cü ilin avqustunda, 1915-ci ildə İtaliya və 1916-cı ilin avqustunda Rumıniya Antanta tərəfindən müharibəyə qoşulmuşdu. Bu yeri yadımızda yəqin ki qalar. 1917-ci ilin, gəlin baxaq hərbi əməliyyatlarına. 1917-ci ildə ilk öncə bir çox ölkələrdə üsyan baş verir. Rusiyada da inqilab baş verir. 1917-ci ilin fevral inqilabı. Fevral inqilabı nəticəsində Rusiyada Romanovlar sülaləsi devrilir. Hakimiyyətə müvəqqəti hökumət gəlir və müvəqqəti hökumət də orduya, Romanovların ordusuna nəzarət edə bilmir. Və ona görə artıq Rusiya 1917-ci ildə hərbi əməliyyatları dayandırmağa məcbur olur. Və Almaniyada 1914-cü ildə vəziyyəti izləyir. Görür ki, Antanta dövlətləri məğlub ola bilər. Antanta dövlətlərinin məğlub olmasını ABŞ istəmirdi. Çünki həmin dövlətlərə o borc vermişdi, silah-sursat vermişdi. Əgər Antanta məğlub olsaydı, öz borcunu ABŞ-a qaytara bilməyəcəkdi. Elə məhz bu səbəblə ABŞ müharibəyə 1917-ci ildə daxil olur aprel ayında. Aprel ayında artıq ABŞ müharibəyə daxil olması ilə vəziyyət dəyişir. 1917-ci ildə deməli oktyabr ayında Rusiyada, oktyabr ayının 25-də bolşeviklər çevriliş nəticəsində hakimiyyəti Rusiyada ələ keçirirlər. Və 1918-ci ilin mart ayının 3-də Sovet Rusiyası Dördlər İttifaqı və Almaniya və onun müttəfiqləri ilə Brest-Litovsk müqaviləsini imzalayır və bununla da Rusiya müharibədən çıxır. Yəni belə olur. 1917-ci ildə Rusiyada fevral inqilabı baş verir. Fevral inqilabı nəticəsində hakimiyyətə müvəqqəti hökumət gəlir. Müvəqqəti hökumət orduya nəzarət edə bilmir. Çox keçmir ki, 1917-ci ilin oktyabr 25-də bolşeviklər hakimiyyətə gəlir və bolşeviklər 18-ci ilin mart ayının 3-də Brest-Litovsk müqaviləsini imzalayaraq Almaniya və onun müttəfiqləri ilə Brest-Litovsk müqaviləsi imzalayaraq müharibədən artıq çıxır. Belə, 1918-ci ilin mayında Rumıniya təslim olaraq 1-ci Dünya müharibəsindən ayrılır. 1918-ci ilin sentyabrında Bolqarıstan təslim olur. 1918-ci ilin oktyabrında Osmanlı İmperiyası Suriya və Fələstində məğlub olduqdan sonra Mudros müqaviləsini imzalayaraq təslim olur. Mudrosun da şərtlərinə Türkiyə dərsində baxacağıq. 1918-ci ilin noyabrın əvvəlində Avstriya-Macarıstan təslim oldu və bununla da artıq Almaniya təkləndi. Və Almaniyada da inqilab başlayır, monarxiya devrilir, respublika yaranır və məcbur olur ki, Almaniya təslim olsun və 1918-ci ilin noyabr ayının 11-də Almaniyada yeni gələn hakim monarxiya, hansı ki çevriliş nəticəsində monarxiya devrilir, respublika qurulmuşdu. Yeni hökumət, Almaniyada olan yeni hökumət Kompen meşəsində deməli sülh müqaviləsini imzalayır və Almaniya təslim olur. 1-ci Dünya müharibəsi başa çatır. Bir də burada bir məqama da diqqət yetirək. Burada 1915-ci ilin uydurma erməni soyqırımından danışacağıq. 1915-ci ildə ermənilər Van'da qiyam qaldıraraq dinc əhaliyə, yəni türk və müsəlman əhalini kütləvi şəkildə qətlə yetirmişdilər. Və bu əlbəttə ki, bu qətl hadisəsi ilə bağlı Osmanlı müəyyən tədbirlər görür. Hansı ki 1915-ci ilin aprel ayının 24-də Osmanlı dövlətində həyata keçirilən bu soyqırımda kimlər ki günahkardır, onların həbs edilməsi haqqında qərar verilir. O cümlədən də may ayında da cəbhə bölgəsində yaşayan ermənilərin müvəqqəti köçürülməsi haqqında qanun qəbul edilmişdi. Lakin bunlar, yəni ermənilər bunu öz soyqırımları kimi hər il qeyd edirlər. Və biz gələn artıq mövzu izahında 1-ci Dünya müharibəsinin nəticələrini sizlərlə müzakirə edəcəyik. Dinlədiyinizə görə çox sağ olun.